Azərbaycanda mövcudluğuna 100 illər boyu xələl gətirməyən Şirvanşahlar dövləti. Bir çox dövlətdən asılı vəziyyətə düşsə də, onu digərlərindən fərqləndirən cəhət olduqca çox idi. Sadəcə onu qeyd etmək kifayətdir ki, Şirvanşahlar dövləti Azərbaycan tarixi səhifələrində ən uzun ömürlü dövlət kimi özünə yer ayırmışdır. 677 il müxtəlif zamanlarda dəfələrlə sahibini dəyişmiş, Şirvanşah taxtı neçə ədalətli, mərhəmətli, səriştəli hökmdarla yanaşı, neçə var dövlət aşiqi, zülmkar və bəsirətsiz hökmdarı yerində rahat hiss etdirməyə çalışmışdı. Qanlı qərarlar, ədalətli fərmanlar onun özündə rəsmiyyət qazanırdı. Keçən uzun illər ərzində kimi Şirvanşah özü bildiyini etdi, kimi isə başqalarına qulaq asaraq saray fitnələrinin qurbanına çevrildi. Əlbəttə ki, hər dövlətdə olduğu kimi Şirvanşahlar dövlətində də tarix boyunca bir çox ədalətli və zülmkar şahlar hökm sürmüşdür. Lakin onlardan bəziləri nə qədər öz xalqı üçün mübarizə aparsa da, axırda xain bir planın qurbanı olaraq taxtdan devrilmişdilər. Bir sıra Şirvanşah isə əhaliyə göstərdiyi zülmü səbəbindən üsyan nəticəsində taxtdan uzaqlaşdırılmışdı. Maraqlıdır ki, bu planları quran ən çox şahın yaxın qohumu, qardaşı, üsyan qaldıran isə onun öz qanından oğul şəhzadələri olurdu. Bu videoda sizlərə mənbələrdən əldə etdiyim məlumatlar əsasında Şirvanşah hökmdarının taxtdan necə devrildiyini və xəyanətlə zülmün acıqlı nəticəsindən bəhs edəcəyim. 1027-ci ildə 37 illik hakimiyyətdən sonra Yazid ibn Əhməd öldükdən sonra hakimiyyətə onun oğlu Mənsöhür ibn Yazid gəldi. Onun hakimiyyət dövrü feodal ara müharibələri və yadelli basqınlara qarşı mübarizə dövrü kimi səciyyələndirilir. 1029-cu ildə Mənsöhür Məskətə məxsus olan Müzəkabad malikanəsi üstündə Əlbab əmiri ilə müharibəyə başladı. Şirvanşah bu müharibədə məğlubiyyətə uğradıqdan sonra Əlbab hakimi 1030-cu ildə Şirvanşah torpaqlarına basqın edərək onun ərazisindəki bir çox yaşayış məntəqəsini dağıtdı. Həmin il bir qədər sonra Ruslar Şirvana basqın etdilər. 1030-cu ildə Bakı yenidən 38 gəmi ilə yürüş edən Rusların hücumlarına məruz qaldı. Sonra Ruslar Kürlə üzü yuxarı üzərək Araza çatdılar. Mənsöhür Rusların hərəkətini dayandırmağa çalışaraq Arazın qabağını bəndlə kəsib onların irəliləməsinə mane olmağa cəhd göstərdi. Lakin Ruslar Şirvanşahın dəstəsini batıra bildilər. Buna baxmayaraq onların Arazla irəliləməsi dayandırılmışdı. (1032-ci ildə Alanlar və Sərlilər Ruslarla birlikdə Şirvana hücum edərək Yazidiyəni ələ keçirdilər. Mənbədə sonra göstərilir ki, onlar Şirvanı qarət edib əsirlərlə birlikdə öz ölkələrinə qayıdarkən sərhəd vilayətlərinin əhalisi onlara hücum etdi və çoxunu məhv edərək Şirvandan qarət etdikləri hər şeyi əllərindən aldılar. Görünən odur ki, Mənsöhrün hakimiyyəti vaxtında Şirvanşahlar dövləti xarici hücumlara sinə gərmək üçün əlindən gələni edirdi. Mənsöhrün başçılığı ilə əldə edilən nailiyyətlər get-gedə qüdrətinə qüdrət qatırdı. Lakin bunu qəbullana bilməyən hakim zümrələrin sayı da az deyildi. Məhz onun qardaşı Əbu Mənsur ibn Yazid bu nailiyyətlərdən narahat olurdu və nəticədə o xain bir planın nəticəsində qardaşını öldürməyə təəssüf ki, nail ola bildi. Azərbaycan tarixində bir çox yerlərdə hallanan yaxın adamların xəyanəti hadisəsi Şirvanşah Mənsöhrün də başına gəlmişdi. Bəs bu xəyanət planı nədən ibarət idi və Əbu Mənsur qardaşını öldürəndən sonra hansı yola əl atdı? Artıq 7 ildir ki, hökm sürən Şirvanşah Mənsöhür hakimiyyətinin sonuncu və özünün də ölüm ili olan 1034-cü ildə yenə də vəzifəsi gərəyi dövlət işləri ilə məşğul olurdu. Qış ayları idi. Şimal yürüşlərindən təngə gələn xalqın dövlətin müstəqilliyini güclə də olsa öz əlində saxlamağı bacarmışdı. Bu yolda ona dəstək olan adamlar da az deyildi. Lakin onun nailiyyətlərindən narahat olanlar da vardı. Bunlardan biri də onun özbəöz qardaşı Əbu Mənsur idi. Əbu Mənsur qardaşı Mənsöhrün onun etdiyi işlərdən, əsl üzünün ortaya çıxmasından qorxurdu. Çünki taxta gözü olduğu üçün əvvəllər də bir sıra fitnələrə əl vermişdi.
aşkara çıxdıqdan sonra edam olunacağından əmin idi. Məhz bu qorxu və taxt hirsi ilə xain planlar qurmağa başladı. Məqsədi şahı öldürmək olsa da, bunu həyata keçirmək o qədər də asan olmayacaqdı. Səbəbi isə şahın can güdənləri olan birliklər idi. Bunun üçün şahın açıq şəkildə yox, planlı şəkildə öldürülüb dərhal aradan qaldırılmasının vacib olduğunu düşündü. Bu fikirlərlə razılaşan Şirvanşah Mənsöhrün arvadı Sit həm də Əbu Mənsura aşiq idi. Bir-birlərini sevirdilər. Sit bint Fəzil Şəddadi hökmdarı Musa ibn Fəzlin bacısı və Şirvanşahın arvadı idi. Onların planına görə Əbu Mənsur bir şəkildə Sittin köməyi ilə qalaya girərək qəfildən Şirvanşahı öldürməli idi. Günlərin birində Əbu Mənsur Şamaxı əhalisinin sayıqlığının azaldığı bir vaxtda gizlin şəkildə şəhərə girdi. Dərhal Sitdə xəbər göndərərək vəziyyətini ona bildirdi. O, Sitlə əvvəlcədən danışdığı kimi onun adamlarından birinin evinə gəlmişdi. Əbu Mənsurdan xəbəri alan Sit yaxın adamlarından birini sandıq yüklənmiş at arabası ilə ora göndərdi. Artıq Əbu Mənsur sandığın içində qalaya girmişdi. O, Sittin qaladakı evinə çatdıqdan sonra mərkli planı həyata keçirməyə başladılar. Əvvəlcə Əbu Mənsur əlinə bir qılınc alaraq otağın bir küncündə gizləndi. Sitt isə əvvəlcədən öz planını qurmuşdu. Belə ki, o, qardaşı olan Şəddadi hökmdarı Musanın möhrü olduğu məktubu şaha verərək onun başını qatacaqdı və Mənsur da onu öldürəcəkdi. Şirvanşah Mənsöhrə xəbər çatdıqdan sonra qalada olduğu üçün onu yanına çağıran arvadının otağına tez bir zamanda gəlib çatdı. Otağa girdikdən sonra arvadı qardaşından gələn məktubu ona verdi. Mənsöhr isə məktubu oxuya-oxuya onun məzmununu arvadına izah etməyə başladı. Artıq gözləməyin mənası olduğunu bilən Əbu Mənsur birdən evin uzaq küncündən əlində sıyrılmış qılıncla ortaya çıxdı. Onu görən Mənsöhr qeyri-ixtiyari "Səni mənim evimə kim buraxıb?" deyə səsləndi. Lakin daha onu danışdırmağa niyyəti olmayan Əbu Mənsur bir qılınc zərbəsi ilə onu boynunun arxasından vurdu. O, təkrar bir zərbə ilə şahın ölümündən əmin olmaq istəsə də, əli ona imkan vermədi. Belə ki, canını bürümüş qorxudan əlindəki qılınc sürüşüb yerə düşdü. Bunu görən Sit qətlin başa çatması üçün adamlarından birinə əmr verdi və Şirvanşahı öldürüldü. Artıq ölmüş olan Şirvanşahın cəsədini palaca bükərək oradan çıxardılar. 1034-cü ildə taxta çıxan Əbu Mənsur qardaşının dəfnindən təxminən bir il sonra 1035-ci ilin yanvarında dul qalmış Sit ilə evləndi. 1034-cü ilin fevralında Əlbab əhalisi öz əmirlərini qovaraq yeni Şirvanşah Əbu Mənsur Əli ibn Yazid ibn Əhmədə tabe oldular. O da iç qalanı bərpa etdirdi və orada öz ordularını yerləşdirdi.